Dostlar salam. Bu günləri sizlərlə bir yerdə süni intellektin beyni olan LLM dediyimiz məfhumdan danışacağıq. Ümumiyyətlə LLM nədir və biz süni intellektə hər hansı bir sorğu yazdıqda arxa planda nə baş verir, onlardan detallı danışacağam və tam əminliklə deyirəm ki, bu dərsin yekununda siz süni intellektin arxa planda baş verən prosesi, LLM-in nə olduğunu, necə öyrədildiyini bunlarla bağlı tam məlumatlı olmuş olacaqsınız. Gəlin keçək təqdimatımıza. Burada sizlər üçün maraqlı bir təqdimat hazırlamışam. Təqdimatda birinci hissədə nə yer alır? Çox güman ki, son bir neçə ildə, yəqin ki, son 2 il götürək, hər birimiz müxtəlif süni intellekt alətlərindən istifadə eləmişik. Copilot ola bilər, Gemini ola bilər, ChatGPT ola bilər, Claude ola bilər, DeepSeek ola bilər. Yəni bu sayı uzada bilərik. Müxtəlif istiqamətlərdə istifadə eləmişik. Video hazırlamaq üçün, şəkil hazırlamaq üçün, sorğu hazırlamaq üçün və s. və biz ora hər hansı bir sorğunu verdikdə müxtəlif formalarda bizə cavab qaytarır. Əslində bu sorğunun arxa planında nə var? Bu sorğunun arxa planında statistika göstərir ki, artıq 900 milyondan çox insan, əhali ümumi dünyada ChatGPT istifadəsidir və bu 8 nəfərdən 1 nəfər deməkdir. Və bu da hal-hazırda süni intellektin hamının istifadə edəcəyi bir mövzu məfhumuna gətirir. Yəni buradan biz nə deyə bilərik? Deyə bilərik ki, artıq AI gələcək deyil. Biz çünki əvvəllər deyirdik ki, süni intellektlə bunu eləyə bilərik, gələcəkdə bunları eləyəcəyik. Ancaq bu dediklərimizin hər birini biz çox rahat formada artıq süni intellekt vasitəsilə icra edə bilirik. Növbəti təqdimatımızda LLM nədir və bununla bağlı sadə bir izah var. Süni intellekt modelləri çoxlu sayda məlumatları özündə barındıran, çoxlu sayda məlumatları özündə birləşdirən bir modellərdir. Ona müxtəlif hissələrlə çox sayda məlumatlar öyrədilir. Ümumiyyətlə LLM-i izah eləyəsi olsaq belə izah edə bilərik. Təsəvvür edək ki, bir dostumuz var, o çox sayda kitab oxuyubdur, çox sayda məqalə oxuyub, xəbər oxuyub, qəzet oxuyub. O hər hansı bir suala çox rahat formada sürətli cavab verir və o qədər məntiqli cavab verir ki, bu səni inandırır. Necə cavab verir? Təbii ki, oxuduqları məqalələr, kitablara istinad eləyərək, oradakı məlumatlara istinad eləyərək bu cavablarını vermiş olur. Süni intellekt modeli də eyni qayda ilə. Əslində, müxtəlif süni intellekt alətlərindən istifadə etsək də onların beyni LLM-dir və həmin şirkətlər öz həmin o modellərinə çox sayda internetdə olan məlumatları, məqalələri, saytları və digər bütün məlumatları tanıdaraq bir model yaradıblar və sən ora hər hansı bir cavab verdiyin ərzində əslində saniyələr ərzində çəksə də, indi birazdan onlara da baxacağıq ki, o proses necə gedir. Saniyələr çəksə də sənə dərhal məlumatını vermiş olacaq. Yəni LLM nədir? Sadə izahı odur ki, milyardlarla mətn oxumuş bir modeldir. Növbəti təqdimatımız həmin o LLM-in açılışıdır. LLM Large Language Model, böyük dil modelləri deməkdir. Əslində burada large hissəsi deyəndə böyüklük, yəni dil modelindən getmir. Onun kifayət qədər böyük bir datasının olduğunu, kifayət qədər böyük bir məlumatının olduğunu göstərən bir məsələdir. Language hissəsi təbii ki, insan ünsiyyəti deməkdir. Çünki bir ünsiyyətdə olur, sən ona yazırsan, o səni başa düşür və sənə sənin başa düşəcəyin dildə cavab qaytarır. Model isə bir riyazi modeldir. Hansı ki, bu hansı formada işləyir? Orada bir model yazılıbdır və sən yazdığın promptlar vasitəsilə o sənə cavab qaytarır. Yəni açıqlama bu formada getmiş olur. Gəldik ən vacib məsələlərdən birinə. Növbəti slaydımız nədir? Bəzən biz süni intellekt alətlərini insanla müqayisə edirik. İnsan kimi düşünür, insan kimi hiss eləyir, insan kimi cavab qaytarır. Əslində proses bu formada getmir. Niyə? Çünki biz insanlar düşünə bilirik, biz insanlar hiss eləyə bilirik. Məsəl üçün, bizə hər hansı bir sual verəndə, aqressiv sual verdikdə və yaxud da emosional bir sual verdikdə biz onu yaşayırıq, biz onu hiss edirik və həmin hisslərimiz bizim verdiyimiz cavablara təsir göstərmiş olur. Ancaq süni intellektin heç bir hissiyyatı yoxdur, süni intellektin heç bir davranışı yoxdur. Süni intellekt sadəcə əvvəlki öyrənmiş modelləri əsasında, yəni söhbət LLM-dən gedir, əvvəl ona öyrədilmiş modellər, əvvəl ona verilmiş suallar əsasında sənə cavab verir. Bəzən o qədər gözəl cavablar, o qədər maraqlı cavablar verir ki, biz elə düşünürük ki, süni intellekt əslində bizi hiss eləyir. Süni intellekt əslində bizi başa düşür. Proses belə deyil. Bunu nəyə bənzədirəm mən? Bir tutuquşu fərz eləyək. Tutuquşunun yanında evdə çoxlu kimsə bir-birinə sual verir ki, salam, necəsən? Və digər qarşı tərəf deyir, yaxşıyam, çox sağ ol. Sən necəsən? Təbii ki, qarşı tərəf yaxşı olduğuna görə bu cavabı verir və bu dəfələrlə təkrarlandıqdan sonra biz tutuquşuya növbəti günlərdə sual versək ki, salam, necəsən? O da deyəcək, yaxşıyam, sən necəsən? Amma halbuki tutuquşu yaxşı olduğuna görə cavabı vermir. Tutuquşu sadəcə ətrafından öyrəndiklərini təqlid eləyir, onu eynisini sənə geri qaytarır və eyni qayda ilə də məsələ süni intellektdə də bu formadadır. Yəni əslində tutuquşu onu hiss eləmir, ona verilmiş, yanında danışılmış məsələləri öyrənir və sənə geri cavabı qaytarmış olur. Gəlir növbəti məsələyə. Bəs
süni intellekt bu qədər məsələni necə öyrənir? Professional şəkildə sənin istənilən məsələ ilə bağlı tibblə, maliyyə ilə, marketinqlə, insan resursları ilə bağlı bütün suallarına peşəkar cavab verir. Əslində süni intellektin öyrənmək üçün kifayət qədər vasitə var. Bunlar kitablardır, internetdə olan məqalələrdir, dialoqlardır, veb saytlardır. Sonra bir çox mənbələr var ki, onların hər birini süni intellektə oxudaraq, yəni LLM-lərə oxudaraq və LLM-i ən yaxşı səviyyəyə qaldırırlar. Süni intellektdə tanıdılmış məlumat nə qədər dəqiq və nə qədər çoxalarsa, həmin süni intellekt modelinin də sənə verəcəyi cavab bir o qədər sən istədiyin kimi və dəqiq olmuş olacaq. İndi gəldik ən vacib məsələlərdən birinə. Süni intellektdə, misal üçün, Copilotə hər hansı bir sorğu veririk və o Copilot saniyələr ərzində olmadan yer qaytarır. Məsələn, hər hansı bir mürəkkəb hesablama veririk, riyazi hesablama veririk və o bizə onu saniyələr ərzində geri qaytarır. Əslində bu saniyələr ərzində dediyimiz prosesin arxasında kifayət qədər böyük bir proses, kifayət qədər böyük bir mərhələlər baş verir. Həmin o mərhələlər burada əks olunubdur təqdimatda. Biz insan olaraq baxın, burada göstərmişəm birinci sualı veririk. Bu sualı necə veririk? Onun başa düşəcəyi dildə indi birazdan bu haqqda da geniş danışacağam. Prompt vasitəsilə veririk və prompt onu tokenlərə bölür. Token qısa hissəciklərdir. Növbəti slaydda o barədə danışacağam. Tokenlərə bölündən sonra, yəni süni intellektin başa düşəcəyi dilə böləndən sonra artıq LLM, böyük dil modeli tokenləri emal eləyir və emal eləyəndən sonra onda olan datalara əsasən sənə yekunda cavab qaytarmış olur. Sənin istədiyin formada cavab qaytarmış olur. Məsələn, sən süni intellektə hər dəfə müxtəlif suallar verə bilərsən və hər sual verdikcə o sənin cavabını daha yaxşı qaytarır. O sənə daha yaxşı bir nəticə vermiş olur. Bu o demək deyil ki, süni intellekt belə deyək də sənin verdiklərini yadından çıxartmır. Xeyr, süni intellekt hər dəfə yenidən emal eləyir, yenidən sənə cavab verir və sən də elə başa düşürsən ki, artıq süni intellekt mənə başa düşməyə başlayır, süni intellekt mənə daha yaxşı başa düşür. Yəni burada proses bu formada getmir. Sən hər dəfə onunla danışdıqca o sənin hər cavabını yadında saxlamır. Onunla danışdıqca o yeni bir məsələni emal eləyir və sənə uyğun bir cavabı qaytarmış olur. Biraz öncə danışdığım token məsələsi nədir? Gəlin bununla bağlı danışaq. Çox güman ki, bunu artıq eşitmisiniz, süni intellekt istifadəçisinizsə. Token LLM-in başa düşdüyü ən kiçik məlumat hissəsidir. Misal, burada qeyd olunubda Azərbaycan gözəldir. Əslində biz Azərbaycan gözəldir süni intellektdə yazdıqda onu Azərbaycan gözəldir kimi yox, Azərbaycan gözəldir kimi başa düşür və 4 tokenə bölür və bu tokenlərin rəqəm qarşılığı olur və süni intellekt, yəni bu model rəqəmlərlə başa düşmüş olur. Bunu hər kəsin başa düşəcəyi dildə izah eləsə olsaq belə deyə bilərik. Lego parçacıqları var. Hansı ki biz Lego ilə hər hansı bir ev düzəldə bilərik. Biz evi düzəltmək üçün nə etməliyik? Legonu kiçik parçacıqların üst-üstə yığıb bir tikilini belə deyək də düzəldə bilərik. Oyuncaqdan söhbət gedir. Eyni qayda ilə token də budur. Sənin verdiyin sualları, sənin verdiyin kifayət qədər böyük mətnləri, kifayət qədər böyük cümlələri nə edir? Kiçik parçacıqlara bölür və hətta bəzi süni intellekt alətlərində istifadə etdiyiniz süni intellekt alətlərində siz ödəniş edirsiniz onlara aylıq və bəzi süni intellekt alətlərində isə bu aylıq ödəniş deyil, bu token başına ödəniş olur. Sənə 100 min token verir, 200 min token verir və sən ay ərzində nə qədər çox mətn yazsan, nə qədər çox sual versən, görürsən ki, artıq sürətli formada bitmiş olur. Çünki sən çoxlu sual verdin və çoxlu sualın nəticəsində çoxlu token istifadə etmiş oldun. Gəldim nəyə? Süni intellektin, yəni LLM-in ən möhtəşəm bacarıqlarından biri də nədir? Növbəti sözü təxmin etməkdir. Və biz bu günləri hər hansı bir süni intellekt alətinə Bakı Azərbaycanın nöqtə yazsaq, o bizə qaytaracağı cavab nə olacaq? Paytaxtda da cavab olacaq. Təbii ki, Bakı Azərbaycanın şəhəridir. Baxın, orada var, qeyd eləmişəm. Və Bakı Azərbaycanın ən böyük şəhəridir deyə bir cavablar da doğru cavabdır. Ancaq ehtimal olunan ən düzgün cavab var. Və o internetdə ona tanıdılan dataların içərisində, onun background olan datalardan ehtimal olunan ən düzgün cavabı, yəni Bakı Azərbaycanın paytaxtıdır deyə bir cavabı sənə qaytarmış olur. Yəni burada demək istədiyim məsələ odur ki, əslində bu LLM model düşünmür. Ehtimal elədiyi ən düzgün cavabı sənə qaytarmış olur. Məsələn, biz WhatsApp-da danışanda klaviaturada hər hansı bir mesaj yazırıq. Klaviaturada müəyyən mesajdan sonra görürük ki, biz cümlələri yazanda hər sözdən sonra mənə bir söz təklif edir. Çünki o ehtimal edir ki, bu sözdən sonra bunun gəlmə ehtimalı yüksəkdir. Ona görə də ən düzgün, belə deyək də, hesab elədiyi cavabı sənə təklif eləmiş olur. LLM-in sürətli işləməsi ilə bağlı burada bir flow göstərmişəm sizə. Əslində bu məsələ ilə bağlı bundan əvvəlki videoda danışmışdım. Zaman keçdikcə, texnologiya daha da inkişaf elədikcə LLM daha sürətli inkişaf eləyir. Çünki cloud sistemi, sonra GPU-lar, kompüterlər inkişaf elədikcə və onların bizə təqdim elədiyi funksiyonallıq daha çoxaldıqca süni intellekt daha sürətli cavablar bizə qaytarmış olacaq.
Növbəti məsələ transformerlə bağlıdır. Əslində transformerlərdə qısa bu haqqında cavab verəcəm sizə. Bununla bağlı bir nümunə deyək. Məsəl üçün biz deyirik ki, bankda dayanmış bir adam. Əslində birlikdə bank çayın qırağıdır həm də və burada bankda dayanmış bir adam deyəndə bu çayın qırağı bankmı nəzərdə tutulur, yoxsa bank maliyyə təşkilatı, maliyyə institutu nəzərdə tutulur bilinmir. Və bunu bizim bilməyimiz üçün bu cümlənin, ümumiyyətlə bu söhbətin bizim əvvəlini bilməyimiz lazımdır. Və məsələ də budur. Məsələn, kitabda biz ortadan hər hansı bir cümləni oxusaq onu başa düşməyəcəyik. Ancaq ondan əvvəlki cümlələri, ondan əvvəlki paraqrafları oxusaq çox rahat formada cümləni başa düşə bilərik. Və transformerin də əsas mahiyyəti elementin əvvəlki sözləri və konteksti birlikdə analiz etməsinə imkan verir. Çünki əvvəlki hissələri analiz edir və növbəti sənin hər yazacağına daha düzgün cavab vermiş olur. Gəldik növbəti məsələyə, kontekstlə bağlı. Ümumiyyətlə, süni intellektdə ən vacib məsələlərdən biri də kontekstdir. Kontekst nə deməkdir? Misal, belə bir nümunə göstərsək buna, baxın, burada da qeyd eləmişəm. Biz deyirik ki, oranın havası necədir? Ora haradır? Söhbət haradan gedir? Və o sənə düzgün cavab verə bilmir. Ancaq biz desək ki, Bakının havası necədir? Bakı haqqında danış. Daha doğrusu biz desək ki, Bakının havası necədir? Bakı haqqında danış və Bakı haqqında danışandan sonra oranın havası necədir dedikdə artıq ora Bakı deməkdir. Çünki ondan əvvəl bir hissə var və o hissədə Bakı haqqında danışdı. Ondan sonra ora dedikdə Bakını nəzərdə tutmuş olacaq. Yəni kontekstimiz nə qədər zəngindirsə, LLM-in bizə verdiyi cavab da bir o qədər keyfiyyətli olmuş olacaq. Gəlin növbəti slayda. Prompt. Əslində promptun eşitmişik bu sözü və promptun nə olduğu ilə bağlı az da olsa məlumatlıyıq. Ancaq mən sizə burada daha geniş və ətraflı danışacağam. Prompt yoldaşlar bizim süni intellektdən danışma dilimizdir. Biz süni intellektdə bir sorğu yazırıq və həmin sorğu əslində prompt adlanır. Prompt nədir? Dediyim kimi süni intellektin dilidir və bir çox hallarda eşidirik ki, ChatGPT istədiyim cavabı vermir. Nəsə o deyil tam. Copilot istədiyim cavabı vermir. Gemini istədiyim cavabı vermir. Əslində bunun ana qaynağı bizim düzgün prompt verə bilməməyimizdir. Yaxşı prompt, keyfiyyətli prompt verə bilməməyimizdir. Çünki əgər biz süni intellekt modelinə, süni intellekt alətinə düzgün prompt versək, o bizim istədiyimiz cavabı mükəmməl şəkildə bizə qaytaracaq. Məsələn, burada zəif və güclü promptlarla bağlı bir nümunə yazmışam sizin üçün. Bir Excel fayl atırıq, fərz eləyək süni intellektdə və deyirik ki, Excel analiz et. Bu çox zəif promptdur, çünki müxtəlif analiz yöntəmləri var və biz həmin süni intellektdən hansı analiz istəyirik, onunla bağlı biz burada heç bir məlumat verməmişik. Ancaq güclü prompt hissəsində yazmışam ki, bu satış hesabatını trend, top məhsullar və gəlirliyə görə analiz et və nəticəni cədvəl halına çıxart. Və yaxud da deyə bilərəm marketinq haqqında danış. Çox ümumi bir anlayışdır, kifayət qədər böyükdür. Ancaq marketinqin konkret bir hissəsindən bağlı danış desəm, o daha detallı mənə cavab vermiş olacaq. Promptumuz nə qədər dəqiqdirsə, bizə veriləcək cavab da bir o qədər keyfiyyətli olmuş olur. Təbii ki, promptun dəqiq olmağı da nədən asılıdır? Promptun dəqiq olmağı da asılıdır 4 əsas ünsürdən. Bu 4 əsas ünsürü hal-hazırda ekranda gördüyünüz promptda siz düzgün formada ifadə eləsəz, bu bizə daha yaxşı cavab qaytarmış olacaq. İrəli videolarda biz Copilotda artıq işləyəndə prompt engineering-lə bağlı mən sizə çox qəşəng, çox ətraflı danışacağam. Orada qrafiklər göstərəcəm. Burada isə qısa bir giriş eləyəsə olsaq, 4 əsas ünsür var. Rol. Rol nə deməkdir? Sən promptun sənə hansı formada cavab verməyidir, necə cavab verməyidir. Yəni sən ona deyirsən ki, mənə marketoloq kimi cavab ver, mənə həkim kimi cavab ver və s. İkinci məsələ tapşırıqdır. Bəli, promptda verdiyimiz, süni intellektdə verdiyimiz promptda olan tapşırıq dəqiq formada ifadə olunmalıdır. Kontekst nədir? Kontekst, biraz öncə biz kontekstlə bağlı danışdıq ki, kontekstimiz nə qədər doğru olsa, süni intellekt bizə o formada düzgün cavab qaytaracaq və format. Nəticəni bizə hansı formada qaytarmalıdır? Böyük mətn olmalıdır, kiçik mətn olmalıdır, sadə dildə olmalıdır və yaxud da texniki dildə olmalıdır. Yəni sadəcə misal üçün biz hər hansı bir məsələ ilə bağlı araşdırma eləyiriksə, mənə bu məsələ ilə bağlı araşdırma et deməmiz heç də doğru deyil. Mənə fərz eləyək ki, gəlin maliyyə ilə bağlı bir məsələdir. Mənə maliyyə ilə bağlı bir məsələdə araşdırma elə, maliyyəçi kimi cavab ver. Filan məsələlər lazımdır. İstinad eləyən zaman orada qeyd eləməliyik ki, hansı mənbələrə istinad eləsin və nəticəni maliyyəçi olmayanların belə başa düşəcəyi bir dillə mənə ver. Bu böyük bir nə qədər sorğu olsa da əslində buna bir balaca əziyyət çəkib daha yaxşı nəticələr biz əldə edə bilərik. Gəldik növbəti məsələyə. LLM dediyimiz nüans nələr eləyə bilir? Mətn yarada bilir. Ən çox istifadə etdiyimiz məsələ də zaten budur. Biz süni intellekt modellərindən daha çox mətn yaratmaq üçün istifadə edirik. Hesabatlar hazırlaya bilir, Excel-də, Power BI-də analizlər eləyə bilir. Məsələn, yaradıcı işlər yaza bilir. Sən onunla danışıb hər hansı bir marketinq ideyası tapa bilərsən və yaxud da dizayn ideyası tapa bilərsən.
məqalə yaza bilərsən və ən vacib məsələlərdən biri kod yaza bilər. Yəni bu 4 hissə belə deyək də əslində çox ümumidir. Yəni genel olaraq LLM nə üçün istifadə olunur, o barədə qeyd etmişəm. Məsələn, LLM-lə kifayət qədər çox işlər görmək olur. Yəni ümumi formada desək, harda insan dili varsa, biz çox rahat formada orada süni intellekt, yəni LLM-dən istifadə edə bilərik. Ancaq çox təəssüflər olsun ki, LLM-in limitləri var. Ümumiyyətlə ən birinci məsələ süni intellektdə hallyusinasiya dediyimiz uydurmadır. Süni intellekt elə bir formada yaradılıbdır ki, yox demə özəlliyi yoxdur. Bilmirəm demə özəlliyi yoxdur. Biz süni intellektdə hər hansı bir məsələ ilə bağlı sorğu-sual etdikdə, o bizə o qədər peşəkar formada uydurma cavablar verə bilər ki, biz bunun fərqində də olmarıq. Çox güman ki, bunu test eləmisiniz, qarşılaşmısınız, rastlaşmısınız və bunu da düzəltmək üçün dediyim kimi ya həmin məsələ ilə bağlı məlumatımız olmalıdır, ya da dəfələrlə artıq bir sorğun verdik, gördük ki, yalandır. Növbəti bu sorğuları fərqli formada verməklə bir neçə sorğudan sonra görəcəyik ki, bizə doğru cavabı qaytarmış olacaq. LLM-in digər məlumat limitlərindən biri də köhnə məsələlərlə bağlı məlumat məsələsidir. Misal üçün biz fərz eləyək ki, hər hansı bir LLM-i, süni intellekt modelini, böyük süni intellekt modelini müəyyən bir tarixə qədər tanıdıblar onun sayəsində. 2025-ci ilin yanvar ayına qədər olan bütün məlumatlar internetdə var və 2025-ci ildən sonra olan məlumatlar süni intellektdə tanıdılmadığına görə biz həmin hissəylə bağlı hər hansı bir sual versək, bizə cavab verə bilməyəcək. Və ən vacib məsələ mənbə problemi. Süni intellekt möhtəşəm bir şəkildə sənə məlumat verir və onun mənbəsini göstərmir. 2025-ci ildə bir vəkil məhkəməyə süni intellektlə araşdırma elədikdən sonra müxtəlif mənbələr vermişdi və müəyyən müddətdən sonra o mənbələr öz əksini tapmamışdı. Bununla bağlı internetdə geniş bir məqalə var. Həmin mənbələr öz əksini tapmadığına görə həmin vəkilin işi belə deyək də dayandırılmışdı. Yəni uğurlu qəbul olunmamışdı və bu proses artıq çox böyük bir rezonans doğurmuşdu. Amerikada insanlar bundan sonra, bu prosesdən sonra süni intellektdən mənbə istəyir, mənbə araşdırır və mənbə tələb edirdilər. Bizim süni intellektdən istifadə etməyimiz üçün 5 vacib qayda var və o qaydaları burada sizlər üçün qeyd etmişəm. Birinci vacib qayda dəqiq prompt yazmaqdır. Biz artıq bilirik ki, dəqiq promptda hansı formada yaza bilərik. Bununla bağlı danışdıq. Rol, tapşırıq, kontekst və format mütləq qaydada verilməlidir ki, mən istədiyim formada mənə düzgün cavabı qaytara bilsin. İkinci vacib məsələ cavabları yoxlamaqdır. Xüsusilə tipp sahəsində, maliyyə sahəsində, belə deyək də, həssas məsələlər var da, həmin məsələlərdə mütləq cavabı yoxlamaq lazımdır. Çünki istənilən süni intellektin aşağı hissəsində də qeyd olunur ki, süni intellekt modeli, məsələn biz Copilot-a daxil olsaq görəcəyik ki, orada yazılıb ki, AI generated content may be incorrect. Ola bilsin ki, səhv olsun. Yəni süni intellekt hər zaman bizə doğru nəticəni vermir. Təbii ki, əgər biz ödənişli vasitələrdən istifadə ediriksə, ödənişli vasitələrdə süni intellektin doğru cavab vermə ehtimalı daha da yüksək olur. Ödənişsiz vasitələrdə bu aşağı olur. Ancaq mütləq qaydada ikinci vacib məsələ cavabı yoxlamaqdır. Üçüncü vacib məsələ mənbələri təsdiqləməkdir. Yəni biz etibarlı hər hansı bir həssas məsələ ilə bağlı araşdırma elədiksə, biz süni intellektin verdiyi cavaba inanmamalıyıq və mütləq qaydada ondan mənbə tələb etməliyik ki, sən bunu hansı mənbədən götürdün, mənə link ver, məqalə ver, video ver və s. Məxfi məlumatlarımızı süni intellektlə paylaşmamalıyıq, çünki bu təhlükəsizlik baxımından ciddi məsələdir. Sizin süni intellektlə paylaşdığınız hər sənəd, hər fayl çox rahat formada internetə sıza bilər və ən vacib məsələ biz süni intellektdən köməkçi kimi istifadə etməliyik. Son qərarı verən şəxs biz özümüz olmalıyıq. Süni intellektdə araşdırma elədik, süni intellektdə bir məsələ ilə bağlı detallara baxdıq, amma bu bizim üçün köməkçi olmalıdır. Hər zaman həmin o araşdırma elədiyimiz məsələ ilə bağlı son qərarı biz özümüz verməliyik. Gəldik nəyə? Burada var, niyə bəzən səhv cavablar verir süni intellekt. Əslində bununla bağlı danışdıq, amma burada daha detallı danışası olsaq, belə bir şey yazılıb ki, minlərlə kitab oxuyub, amma bəzən detalları səhv xatırlayır, insandan söhbət gedir. Eyni qayda ilə süni intellektdə də belədir. Biz necə ki, çoxlu kitab oxumamıza baxmayaraq, bəzi hallarda hər hansı həmin belə deyək, oxuduğumuz mənbələrdə olmağına baxmayaraq həm o suallara səhv cavab verə bilirik. Süni intellektdə eyni qayda ilə bəzən verəcəyim suallara səhv ehtimallar verə bilir, səhv cavablar verə bilir və buna görə də mütləq qaydada süni intellektin cavabını hər zaman yoxlamaqda fayda var. Bizim əslində bu dərslərimizin mahiyyəti Copilot-la bağlı danışmaqdır. Ancaq ilk bir neçə 200 dərsimiz tam sıfırdan olduğuna görə mən istədim ki, süni intellekt və LLM ilə bağlı danışam. Ümumiyyətlə LLM böyük dil modeli bütün süni intellekt alətlərinin içərisində var. LLM düşünür və cavab yaradır. Microsoft Copilot isə yazılıb ki, orada öz proqramlarında tətbiq edir. Excel-də, Word-da, PowerPoint-da, Teams-də, təbii ki, burada Microsoft 365 Copilot-dan söhbət gedir. Yəni LLM istifadə etdiyimiz bu Microsoft Copilot-ın beyni sayılmış olur. Eyni qayda ilə nəinki Microsoft Copilot, digər istifadə edəcəyimiz söhbət ChatGPT, Cloud və digər süni intellekt alətlərindən də getmiş
olur. Gəldik nəyə? Təqdimatımızın sonuna. Burada yazılıbdır ki, gələcəyin iş dünyasında LLM. Bununla bağlı burada bir maraqlı araşdırma yazmışam. Bir statistik nəticə var. 2025-ci ildə dünyada süni intellektə 337 milyard dollar xərclənibdir. Ancaq 2028-ci ilə qədər bu rəqəmin 632 milyard dollara keçəcəyi gözlənilir. Hal-hazırda süni intellekt müxtəlif sahələrdə tətbiq olunur və biz düşünürük ki, həm mən marketoloqam və yaxud da mən maliyyə mütəxəssisiyəm və yaxud da mən dizaynerəm, həm mən süni intellekt bilirəmsə bu əlavə bir üstünlükdür. Ancaq gələcəkdə bu belə olmayacaq. Sənin bilməli olduğun ən vacib bacarıq süni intellekt olacaq. Düzgün sual vermə bacarığı. Məsələn, biz bayaq prompt hissəsində danışdıq. İnsanlarda formalaşmalı olan ən vacib bacarıqlardan biri düzgün sual vermə bacarığıdır. Və bu bizə xüsusi bir funksiyonallıq qatmayacaq. Çünki bu vacibdir və əgər sən müasir dövrdə, müasir əmək bazarında işləmək istəyirsənsə, mütləq qaydada süni intellektlə bağlı məlumatlı olmalısan. Çox sağ olun videonu izlədiyiniz üçün və biz bu video dərsimizdə süni intellektin beyni olan LLM haqqında ətraflı məlumatı vermək istədik. Növbəti videolarda görüşərik. Sağ olun.